İnternet yine də bahalaşacaq. And içmişəm. 200 manat olsa da belə internetin pulunu ödəyəcəm. Mənzilimdə internet olsun. Çünki onların ürəyində vicdan yoxdur. İnsanlıq hissləri yoxdur. Sosial durumu olan belə milyonlarla insan var. Onların azından sosial şəbəkədən qoyun istifadə etsinlər də. Artan inflyasiya, yüksələn xidmət və logistika xərcləri fonunda internet təriflərini gələn il bahalaşmayacağı cəmiyyətdə maraq doğurur. Qonşu ölkələrdə artıq müşahidə olunan qiymət artımları Azərbaycanda da oxşar artımların ata biləcəyi ihtimalını gücləndirir və bəs 2026-cı ildə internet təriflərinin artması gündəmə gələ bilərmi? Publika AZA, o da konkret AZA istinad edib. Bu barədə Azərbaycan qiymətləndiricilər cəmiyyətinin sədri Vüqar Oruçov bildirib ki, internet təriflərinin bahalaşması təkcə Azərbaycanla bağlı məsələ deyil. Bəs haranla bağlıdır? Necə Azərbaycanla? Bu da bir məhsuldur. Deyək, istehsal edirik, maşın aparır, nə bilim, maşını sürən, idarə edən, arabanı idarə edən aparır, nə bilim, onun saxlanmasına şərait yaradılır ki, xarab olmasın, nə bilim, nə olması, keyfiyyəti düşmə. Nəyə xərclənir bu internetə? İnsanlar xaricdə bizim aldığımız maaş, insanların aldığı o təqaüd var, onlarla bizimkilərin arasında böyük fərq var. Heç vaxt deməyin ki, bu Azərbaycanla bağlı məsələ deyil. Kiminlə bağlıdır? Açıqlama verim ki, kiminlə bağlıdır. Onun sözlərinə görə dünyada baş verən qlobal maliyyə prosesləri və inflyasiya bütün sahələrdə xərclərin artmasına səbəb olur. Zaman keçdikcə məhsulların, xidmətlərin, logistik xərclərin, eləcə də işçilərin, əmək haqqlarının artması, operatorların ümumi xərclərinə təsir göstərir. Bu da tariflərin yüksəlməsi ilə nəticələnir. Mən inanıram ki, bizim dövlət başçımız bunları çağıracaq, hər birisinə dərs verəcək, hər birisini yerində otuzduracaq ki, insanların hisslərinin oynamayın, insanların cüzdanla oynamayın, insanların cibinlə oynamayın, insanların əsəblərlə oynamayın. İnternet qiyməti qalxacaq, cəhənnəmə qalxacaq.